Son dövrlərdə kütləvi informasiya vasitələrində arı ailələrinin ölkəyə idxalı ilə bağlı həqiqətə uyğun olmayan, qeyri-peşəkar və reallığı əks etdirməyən məlumatların yayıldığı müşahidə olunur. Qida Təhlükəsizliyi Agentliyi məsələyə aydınlıq gətirib. Respublikanın baş dövlət baytarlıq müfəttişi, agentliyin şöbə müdiri Qalib Əbdüləliyev bildirib ki, digər heyvan növlərində olduğu kimi arıların ölkə daxilində daşınması, eləcə də idxalı və ixracı müvafiq beynəlxalq norma və qaydalarla tənzimlənir. Arıların ölkəyə idxalı yalnız ixracatçı ölkənin rəsmi müraciəti əsasında aparılan araşdırmaların nəticələrinə uyğun olaraq həyata keçirilir. İdxala yalnız həmin arıların xəstəliklər baxımından sağlam olması və sağlam epizootik zonalardan gətirilməsi təsdiqləndiyi halda icazə verilir. İxracatçı ölkədə idxal olunmuş arılar karantində saxlanılır. Karantinə saxlama müddətində bizim ölkəmizin idxal tələblərinə uyğun olaraq laborator müayinələr, klinik müayinələr həyata keçirilir. Müvafiq tədbirlər, baytarı sanitariya tədbirləri yerinə yetirilir və ancaq sağlamlığı tam zəmanət olduğu halda onun ölkəyə idxalına icazə verilir. Bu halda da eyni proseslər Özbəkistan Respublikasında həyata keçirilib. Ölkəmizə idxal olunduqdan sonra da arılar müvafiq zonada karantinə yerləşdirilib. Karantin müddətində nümunələr götürülərək laborator müayinəyə cəlb olunub. Hazırda idxal olunmuş arılar karantindədir və hər hansı neqativ hal rast gəlinməyib. Eyni zamanda laborator müayinələr də başa çatıb və laborator müayinələrin nəticəsində də xəstəlik törədicisi və xəstəliyə şübhəli hal rast gəlinməyib. Digər heyvan növlərində olduğu kimi karantin müddətində bu arılar da, arı-arilər də müşahidədə saxlanılacaq və sağlamlıq vəziyyətinə tam zəmanət olduqdan sonra bu arıların digər məqsədlərlə istifadəsinə icazə veriləcəkdir. Qeyd edək ki, müayinələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun beynəlxalq səviyyədə tanınan laboratoriyalarında həyata keçirilir. Bu laboratoriyalarda nəticələr beynəlxalq tələblərə uyğun şəkildə qiymətləndirilir. Müayinələrdən asılı olaraq analizlər qısa müddətdə bir neçə saatdan bir neçə günə qədər tamamlanır.